Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Uca Allah Teala bizleri elm öğrenmeyde müvəffəq eylesin. Uca Allah Teala elm məclisində sonra günahlarımızı bağışlasın. Allah Teala kimin nə istəyarsı varsa istəyin arzına çatdırsın. Baxın, gözəl bir mövzu, hər kəsə lazım olan bir mövzu. Çünki insan həyatda bəzən problemlərlə qarşılaşır və s. Ona deyirlər ki, əl-qalaq, narahatlıq. Nə deməkdir narahatlıq? Yəni, bu möminə yaraşmayan bir sifətdir. Narahatlıq. Bu möminə nədir? Yaraşmayan bir sifətdir. Narahatlıq nə deməkdir? Bir-birinizi çağırmayın da ora gəl, bura gəl. Saxlayın söhbətləri də, xahiş edirəm. Narahatlıq nə demək? Allahın hökmü və qədəri ilə razılaşmamaq. Onun idarəçiliyindən narazı qalmaq. Ruziyə qənaət etməmək. Əmr və qadağalarına etiraz etmək və onun seçimini bəyənməmək. Bu ən çirkin sifətdən birisidir ki, mömin belə şey eləməz, belə etiqadda olmaz. Daim narahat. Niyə Allah belə buyurdu, niyə belə buyurmadı və s. Niyə belə etdi? Yəni Allahın hökmü və qədəri ilə razılaşmamaq bu çirkin bir sifətdir. Heç bir nədir? Möminə belə bir şey nədir? Yaraşmaz. Bu səbəbdən insan daim narahat və gərgin yaşayır. O nə yazılanı qəbul edir, nə də ruziyə qane olur. Həyatı sınaq və imtihan kimi görmür. Qismətinə razı olmur. Bu da onun həyatını bədbəxtlik, kədər, sıxıntı və stres içində keçməsinə səbəb olur. Belə insanlar var, bu doğru deyil. Mömin belə olmaz. Əgər narahatlıq bəlasına düşər olub olmadığını bilmək istəyirsənsə, o zaman bu suallara cavab ver. Subhanallah, la ilahe illallah. Yəni bəzi insanlar var, daim narahat, daim deyinir. Niyə belə oldu, niyə belə olmadı, Allah niyə belə etdi, Allahın qəza və qədərinə razı deyil. Subhanallah. Bu suallara cavab ver. Özünü yoxlamaq üçün. Birinci, həmişə Allahın sınaqlarından şikayətlənirsən Allah istədiyi qulunu sınağa çəkər. Allah istədiyini edər. Biz soruşa bilmərik ki, Allah niyə belə elədin? Həmişə Allahın sınaqlarından şikayətlənirsən 2. Daim soruşursan, niyə ey Rəbbim? Allahın hökmünə və qədərinə etiraz edirsənmi? Subhanallah, la ilahe illallah. 3. Həyatın kədər, qəm və depressiya içində keçirmi? Yəni, başqalarının nemətini görüb, özünü bədbəxt hiss edirsənmi? Subhanallah. Bəzi narahat insanlar belədir. Başqalarında olan nemətləri görür, özündə olan nemətləri görmür, özündən yuxarıda olanlara baxır və özünü bədbəxt hiss edir. Subhanallah. 5. Başına bir bəla gələndə gileylənir, əsəbləşir, qəzəblənir və səbr etmir. Allahın hökmünü qəbul etmirsənmi? La ilahe illallah. Əgər cavabın bəlidirsə, o zaman diqqətli ol. Qəlbin xəstədir. Mömin nədir? Belə olmaz. La ilahe illallah. Baxın, qadağan olunmuş 3 narahatlıq növündən çəkin. Bu hər bir insanda ola bilər. Birinci, qəlbdəki narahatlıq. Qəlbin sıxılmasını hiss edirsən və Allahın sənə haqsızlıq etdiyini düşünürsən. La ilahe illallah. Bax, bundan çəkin. Bəzi insanlar elə düşünür ki, əgər o duası qəbul olunmuysa, Allah buna haqsızlıq edib. Estağfurullah. 2. Dil ilə narahatlıq, bədbəxtlik və zərrə dua edirsən və narahatlığını ifadə edərək Allahın hökmünə və qərarına üsyan edirsən, əgər edirsənsə bədbəxtsən. Dillə etiraz. Qəlbdəki narahatlıq, dillə narahatlıq. 3. Hərəkətlər narahatlıq. Misal üçün, üzünü cırmaq, paltarını cırmaq və ya digər haram əməlləri əl atmaq. La ilahe illallah. Allah Teala buyurur. İnsanlardan eləsi var ki, Allah'a yalnız bir tərəfdən ibadət edər. Nə deməkdir bir tərəfdən ibarət? Allah'a əgər ona bir xeyir toxunsa, ona arxayın olar. Eğer ona bir bela gelse üzünü çevirer turşular.
o dünyada da ahirette de ziyana uğraya. Həc suresi 1. ayə. Subhanallah. Suallar dərsdən sonra dedim də. Suallar dərsdən sonra. Baxın nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Kim yanağını döyəcləyər, yaxasını yırtar və cahiliyyət çağırışları edərsə bizdən deyildir. Cahiliyyət çağırışları, yəni Allahın qəza və qədərinə nədir? Etiraz etmək. Subhanallah. Bunu bil ki, narahatlıq böyük şirkə açılan qapıdır. Subhanallah. Sən Allahın qəza və qədərinə etiraz edirsən. Çünki əgər Allahın hökmü və qədəri səni narazı salırsa, bu onun seçiminə üsyan etmək, onun iradəsinə qarşı çıxmalıdır. Halbuki imanın əsaslarından biri Allahın hökmü və qədərinə, həm xeyrinə, həm də şərinə inanmaqdır. Qədər imanın şərtlərindən birisi. Əl-imanı bil-qədər xeyri və şərri. Ona görə də möminə belə sifət yaraşmaz. Baxın nə deyir? Münafiqlər və tərəddüd edənlərdən olma. Subhanallah. Allahın hökmü və qədərinin qarşısında münafiqlər və tərəddüd edənlər kimi davranma. Kimdir onlar? Çünki onlar yalnız xoş hallarda razı qalar, lakin çətinliklərlə qarşılaşanda narazılıq edərlər. Subhanallah. Sən isə möminlərin sifətini mənimsəməlisən. Narahatlıqdan uzaq durmalı və Allahın hökmünə razı qalmalısan. Çünki daim narahatlıq, etiraz münafiqlərin sifətlərindəndir. Münafiqlər də cəhənnəmin dibində yanacaqlar. İnnəl münafiqinə fiddərkil əsfəli minənnar. Baxın, altıla buyurur. Onlardan sədəqələrin bölüşdürülməsi barəsində səni eybləyənlər də var. Əgər onlara sədəqələrdən bir pay verilsə, razı qalar. Verilməsə dərhal qəzəblənərlər. Tövbə surəsi 58-ci ayə. Peyğəmbərimiz onlara sədəqədən verəndə razı qalırdılar. Sədəqədən verməyəni üz döndərirdilər. La ilahe illallah. Mömin belə olmaz. Başa düş ki, hər hadisə Allahın hökmü və hikməti ilə baş verir. Subhanallah. Sənin başına gələnlər, etdiyin səhvlər və uğursuzluqlar hamısı Allahın hökmü və iradəsi altındadır. Allahın bu məsələlərdə böyük hikməti var. Lakin sən bunu bəzən görə bilərsən, bəzən yox. Allah Teala baxın buyurur Məhəmməd surəsi 28-ci ayədə. La ilahe illallah. Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyləri yerinə yetirdilər və onun razılığını sevmədilər. Buna görə də Allah onların əməllərini puç etdi. Yəni savablarını batil etmə, əməllərini narahatlıqla puç etmə. Çünki narahatlıq sənə verilən mükafatları məhv edir. Hətta ən dəyərli itaət əmirlərini belə. La ilahe. Yəni narahatlıq Allahın qəza və qədərinə qarşı narahatlıq hiss eləmək. İnsanların ən zəngin olmağın sirri nə deməkdir? Allahın hökmünə razı olmaq. La ilahe illallah. Sən Allahın hökmü və qədərindən razı qaldıqda və onun sənin üçün seçdiyinin ən xeyirli olduğuna inandıqda həqiqi zənginliyə çatmış olursan. Peyğəmbərimiz nə buyurur? Allahın qismətlə razı qal, insanların ən zəngini olarsan. Subhanallah. Baxın nə gözəl sözdür. İblisin şagirdlərindən olma. İblisin şagirdlərindən olma. İblisin yolu nədir? Aldatma və yalanla doludur. Onun yolu Allahın hökmünə etiraz etmək, üsyan etməkdir. İblis kainatda baş verən ilk günahı törədən varlıq oldu. Çünki Allahın əmrinə qarşı çıxdı və Adəmə səcdə etmədi. Onun bu üsyanı isə onu sonsuz əzaba və lənətə sürüklədi. Etiraz elədi Allah Taala'nın qəza və qədərinə. Allahın hökmünü qəbul et və onun seçiminə razı ol. Çünki xeyir və hikmət ondadır. Mömin belə olmalıdır. Baxın nə deyir? Rəbbinə etibar elə, təvəkkül elə. Bil ki, sənin Rəbbin Allah sənə bu çətinliyi səni məhv etmək, alçatmaq və cəzalandırmaq üçün etmədi. Əksinə, səni sınamaq, sevmək, səni təmizləmək üçün bu imtihanı verdi.
O sənin səbirlə dözməyini və savabı gözləməyini görmək istəyir. Sənin dualarını eşidir və səbri görür. Subhanallah. Sonra şeytanı sevindirmə. Şeytanı sevindirmə, çünki o sənin çaşqın və narahat olmağını, Rəbbinin hökmünə qəzəblənməyini, kədərlənməyini və Allahın hökmünə, qəza və qədərinə etiraz etməyini istəyir. Əksinə, Allahın hökmünü qəbul et, ona gözəl şəkildə boyun əy və qəlbini rahat et. Çünki bu sənə böyük savab qazandıracaq və sənin əvəzini artacaqdır. Belə olan halda şeytanın hilələri boşa çıxacaq. La ilahe illallah. Və iman sahibi olacaqsan. Baxın nə deyir? Özünə həmişə belə de. Mən Allahın quluyam. Subhanallah. La ilahe illallah. Mən Allahın quluyam. Allahın mülkündəyəm. Allah istədiyi kimi davrana bilər. İstədiyi şeyi təqdir edə bilər. Baxın nə deyir? Allahın hökm və qədərini həmişə boyun əy, de. Mən Allahın bir quluyam. Əgər sənin üçün bir şey təqdir olunubsa, bu sənin üçün ən xeyirlisidir. Ona görə həmişə şükr et, səbr et və əvəzini Allahdan gözlə. Başına bir bəla gəlibsə, səbirli ol, altdan qalxmasını istə. Səbirli ol və müjdəni gözlə. La ilahe illallah. Əgər sən səbr etsən və narahatlıq göstərməsən, Allah sənə böyük mükafat, əvəzsiz mükafat və ölçüsü savab verəcək. Əksinə, bu dünya və axirət üçün sənin üçün xeyr olacaq. Peyğəmbərimiz buyurur, müminin işi nə gözəldir. Onun hər bir vəziyyəti xeyirlidir. Belə bir şey yalnız möminə aiddir. Əgər ona bir nemət verilsə, şükr edər və bunun üçün xeyirlidir. Əgər bir çətinliklə üzləşərsə, səbr edər və bu da onun üçün nədir? Xeyirlidir. Subhanallah. Həmişə belə düşün. Sadəcə bu dünyada imtihana çəkilən sən deyilsən ki. Təsəvvür et ki, başına gələn müsibət bundan daha böyük olsaydı. Subhanallah. Bu sənin üçün hadisəni yüngülləşdirər və gözündə kiçildər. Sən isə ona razı olub Allaha həmd edərsən. Çünki nə qədər böyük və çətin olsa da, hər zaman ondan daha böyük və daha çətin sınavlar var. La ilahe illallah. Ona görə də mömin neyniyər? Səbirli olar. Bunun bir nümunəsi olur ki, bir insan övladını itirəndə nə deyir? Həmd olsun Allaha ki, mən təkcə onu itirdim. Bütün evladlarım və qardaşlarımı yox. Bir insanın ağrısını, yəni ayağını sındırsa, Allaha şükür etməlidir ki, bu onun ayağının tamamilə kəsilməsi deyil. Subhanallah. Razılıq hissi ağırsız olmaq demək deyil. İnsan başına bəla gələcək, əziyyət çəkəcək. Məsələn, xəstə bir dərman içir, amma bunu qəbul edir və razıdır. Oruçdan insan şiddətli istidə çətinlik çəkir, amma buna razıdır. Buna görə də başına gələn imtihanı sevinç və qane olaraq qəbul et. Lakin bu o demək deyil ki, insan halal çərçivəcə kədərini və ağrısını ifadə edə bilməz. Edər, amma Allahın qəza və qədərinə etiraz deyil. Razı olaraq, təslim olaraq və şikayətini ilk öncə insan eləyər, Allaha ərz edər. Subhanallah. Baxın, qəza və qədəri qəbul etməyin 3 dərəcəsi var. Ən ali dərəcə razılıq, qane olmaq, Allaha şükr etmək. Orta dərəcə səbr etmək, təslim olmaq, əvəzini Allahdan gözləmək. Ən aşağı dərəcə isə narazılıq, şikayət və üsyan etmək. Bu, üsyan etmə münafiqlərin halıdır, müminin halı deyil. Birinci dərəcə Allaha yaxın olan salih insanlar üçündür. Onlar Allahın hökmünə razıdır qalır, qane olur və şükr edir. Subhanallah. Heç kim qeyb aləminin sirlərinə və işlərin daxili hikmətlərinə bələd deyil. Baş verən bir hadisənin xeyirli yoxsa şər olduğunu bilsin. Necə bilə bilər insan? Bunu yalnız uca Allah bilir. Çünki o, hər bir işin arxasında olan hikməti və məqsədi tam şəkildə bilir. Buna görə də sən razı qal və Allahın hökmünə təslim ol. Baxın, Loğman, bilirsiniz, Loğman surəsi, Loğman, o salih insan, oğluna belə nəsiyyət etmişdir. Ey oğlum, səni Allaha yaxınlaşdıracaq və onun qəzəbindən uzaq tutacaq
İki xüsusiyyəti sənə tövsiyə edirəm. La ilahe illallah. Birinci xüsusiyyət nədir? Səni Allaha yaxınlaşdıracaq. Onun qəzəbindən nədir? Uzaq tutacaq. Birincisi Allaha ibadət et. Ona heç bir şeyi şərik qoşma. İkincisi, sevdiyin və sevmədiyin şeylərdə Allahın qədərinə razı qal. Subhanallah. Bəzən insanın başına gələn hadisə sevə də bilər, sevməyə də bilər. Razı qal. Baxın, həmçinin özünü belə tərbiyə et. Dünyavi məsələlərdə səndən aşağıda olanlara bax. Subhanallah. Biz özümüzdən yuxarıda olanlara baxırıq, sonra nə edirik? Unuduruq. Xarici görünüş, qazanc, iş, sağlamlıq və digər dünyavi məsələlərdə səndən aşağıda olan insanlara bax və gör ki, sən milyonlar insandan daha üstün vəziyyətdəsən. Peyğəmbərin sözünü nümunə götür. Bugün də yeni müftilərimiz gəlir. Aynur A, yeni müftimiz budur bugün. Sizdən aşağıda olanlara baxın. Sizdən yuxarıda olanlara baxmayın. Bu Allahın nemətini kiçik görməməyiniz üçün daha uyğundur. Subhanallah. Özündən yuxarıda olanlara baxanda Allahın nemətlərini unudursan. Özünə aşağıda olanlara bax ki, səndə olan nemət milyonlarla insanda yoxdur. Subhanallah. Həmçinin bax, ağlını, qəlbini və nəfsini bu dünyanın həqiqətini alışdır. Mən yerimə cavab vermir, xahiş edirəm. Yəni, burada dərs dinləmək maraqlıdırsa dinləyin. Maraqlı deyilsə tərk edin. Baxın, ağlını, qəlbini və nəfsini bu dünyanın həqiqətinə alışdır. Çoxları bu həqiqətdən bixəbər yaşadıkları üçün ona görə nə inirlər? Dərhal müsibətə düşər olanda Allahın qəza və qədərinə etiraz edirlər. Nədir o? Bu dünya çətinlik və imtihan yeridir. Burada daimi bir məskən yoxdur. Burada olduğun müddətcə həmişə kədər, ağrı və sıxıntılara məruz qalacaqsan. Həqiqi saadətə, əbədi sevincə və rahata, həyata yalnız cənnət nemətləri içində olarkən bu səslərini eşidənə nail olacaqsan. Ona salam və əminamanlıqla daxil olun cənnətə. Yəni, bu dünyada sıxıntı var, kədər var, problem var. Hər kəsdə bu var. Yəni, bura cənnət deyil. Hər zaman bunu bil. La ilahe illallah. Əgər Allahın hökmünə və seçimə razı deyilsənsə, nə edəcəksən? Bəzi insanlar nədir? Narazıdır daim. Subhanallah. Sənin başqa bir seçimin mi var? Əgər razı olmasan, yalnız sıxıntı, stres, şikayət və faydası etiraz içində qalacaqsan. Allaha zərər mi verəcəksən? Xeyr, öz nəfsinə zərər verəcəksən. La ilahe illallah. Narazılıq nə ruzi artırar, nə sağlamlığı yaxşılaşdırar, nə də itirdiyini geri qayıdar. Əksinə, səni daha çox ağrı, kədər və əzaba düçar edər. Subhanallah. Həmçinin savabını və imanını itirməyə səbəb olar. Peyğəmbərimiz buyurur ki, sallallahu aleyhi və səlləm, böyük mükafat, böyük imtihanlarla birlikdədir. Allah bir qövmü sevdikdə onları imtihan edər. Kim razı olarsa, Allah onlardan razıdır. Kim narazı olarsa, Allah da onlardan razı qalmaz. La ilahe illallah. İnanmasam niyə danışıram? Dəliyəm, inanmayıb sizə danışıram bu. Deyir, bu dediklərinə inanırsan. Yox, dəliyəm mən. Bura dindən danışırıq, hədisdən, ayədən danışırıq. Bu biznesat deyil, cəmaata deyim, özüm inanmayım. Bu nə mənasız sualdır. Xoşun gəlmir, tərk elə. Səni zorla çağırmamış o bura. Deyir, danışına inanırsan. Yox, dəliyəm mən. Sizə danışıram, sonra geyib gülürəm. Dəlidir bu insan, bəzi insanlar. Peyğəmbərlərə və salihlərə bax. Onların bəziləri sağlamlıq, ruzi, övlad və ya mal itkisi ilə imtihan olunmuşdur. Bəs biz bütün bu imtihanlara baxmayaraq onların qəlbi Allahın hökmünə razı qalmış, nəfsi təslim olmuş və bədənləri səbr etmişdir. Onlar Allahdan razı qaldılar, Allah da onlardan razı qaldı. Razı qalmasan nə edəcəksən ki?
Allah'a etiraz edib, güya nəsə xeyir edəcək. Əksinə, daha da stres, problemlərlə yaşayacaqsan. Hələ bu dünyada. Bəs ahirətdə Allah təala buyurur, ancaq Allahın huzuruna sağlam qəlblə gələnlər nicat tapacaqlar. Şüara surəsi 89-cu ayə. Allah, get telefonumu təmir elə də. Telefon təmirçisən, get telefonumu təmir elə də. Neyi narahat edirsən bizi? Xoşun gəlmir, ateistsən, deyilsən, get telefonumu təmir et və niyə cəmaatı incidirsən? Biz vaxtımızı boş yerə sərf etmirik, bir elm öyrənirik, Allah'a yaxınlaşır, Allah'a həmd olsun. Yox, sən belə vaxtını məşğul olansa, sənin nə işin var indi? Gecə bu vaxtda girmirsən bizim canımıza. Get telefonumu təmir elə də. Biz cənnətə yalnız sağlam bir qəlbə daxil ola bilərik. Qəlbin saflığı isə ancaq Allahın hökmü və qədərinə razı olmaqla mümkündür. Buna görə də qəlbin narazılıq, kin, paxıllıq, nifrət, riyakarlıq kimi pis xüsusiyyətlərdən qoruyaraq onu razılıqla gücləndir. La ilahe illallah. Əgər Allah sənə iman, razılıq, qani olmaq və qədərinə təslim olmaq nemətini bəxş edibsə, Allah'a şükür et. Görürsən nə qədər sapıqlar var, gəl etiraz elə Allahın qəza və qədərinə. La ilahe illallah. Allah həmd et və sənə bu neməti verən Allah'a şükür et ki, Allah təala sənə iman neməti verir. Çünki səni böyük bir nemətə, yüksək bir məqama, böyük bir xeyrə nail olmusan. Sən bu fani dünyanın keçici şeylərindən birini itirsən belə, əvəzinə daha böyük bir şey qazanmısan. Allahın razılığını. Çünki sən onun qədərindən razı qaldın, o da səni əməlinə uyğun mükafatlandırdı. Subhanallah. O zaman razı qalmasan neyniyəcəksən? Yenə də qəlbini yorulacaq. La ilahe illallah. Düşünün, bir mühəndis gözəl bir ev inşa etsə və onun pəncərələrini balaca, girişlərini dəyişsə, bəzilərini söküb, yenidən inşa etsə və bəzi dəyişiklik etsə, insanlar ona güvənər və onun təcrübəsinə hörmət edərlər. Bu mühəndisdir, memardır və sonda ən ədalətli hökm edən, ən hikmətli olan Allahın sənin üçün seçdiyinə niyə qarşı çıxırsan? La ilahe illallah. O sənin üçün bir şey dəyişəndə bu sənin üçün ən doğrusudur. O rəhimlərin ən rəhimlisidir və sənin üçün ən xeyirli olanı seçmişdir. Bu halda sənə düşən onun hökmünə təslim olmaq, əmrini qəbul etmək və qədərinə razı qalmaqdır. Subhanallah. Ay Allah, bir dəqiqə bu yorumları bağlayayım. Bu sapıqların əlindən beziydi, bu ruhu xəstələrin əlindən. İşitçi, deistlər də gəlir arada, nə bilim. Bilmirəm bunların işin gücü nədir. Ha, gedin başqa yerə gedin də. Nə işiniz var sizin burada? La ilahe illallah. Harada murdar ruh var, gəlib bizi tapır. Şeytan evi qıdıqlayıb, bunlar bizim dərsimizə gəlir. Bütün bəşəriyyət öz bədənini və ruhunu bacarıqlı və mütəxəssis bir həkimə təslim edir. Həkim nədirsə onu edirsən. Bir xəstə olanda. Bəzən həkim insanın bir əzalarını kəsir, bədənini yarır, dərisini tikir. Amma insanlar onun bu əməlini tamamilə düzgün və hikmət hesab edirlər. Çünki onun tibb sahəsində daha çox biliyə malik olduğunu bilirlər. Bəs bütün kainatın hökmdarı, hər şeydən xəbərdar olan, hər şeyi hikmətlə idarə edən Allah, əgər o səndən bir şey alsa və ya səni bir çətinliyə salsa, bu hikmətin ən mükəmməl nümunəsi deyilmi? Allah öz mülkündə olanı edib. Subhanallah. Allahın hökmü və iradəsi ən hikmətli və ən doğru olandır. Çünki o hər şeyi biləndir. Səni yaradan odur. Buna görə də onun hökmünə boyun əy. Qədərindən razı qal və əmrinə təslim ol. Allah təala buyurur, yaradan bilməzmi? O ən lütfkar, hər şeydən xəbərdardır. Mülk surəsi 14-cü ayə. La ilahe illallah. Allahın qədərinin həm şirin, həm də acı olmasına razı ol. Bəzən sevinərsən, bəzən sevinməzsən.
Nəfsini bu fikrə alışdır ki, hər bir müsibət və ya nemət Allahın təqdiridir. Bu dünyada başına gələn hər şey Allahın hökmü və ilə qəti qərarla baş verir. Heç kəs onun sözünü dəyişə bilməz. Onun hökmünü geri qaytara bilməz. Peyğəmbərimiz buyurur, əgər başına bir şey gəlsə, demə kaş ki mən belə etsəydim. Belə de. Bu Allahın qədəridir, o istədiyini edir. La ilahe illallah. O zaman de Allahım, Allah'tan razıyam ki o mənim Rəbbimdir. İslamdan razıyam ki o mənim dinimdir. Muhammeddən razıyam ki o mənim peyğəmbərimdir. Amma bu sözləri yalnız dildə deyil, qəlbində və daim, baxın, daim təkrarla ki xoşbəxt olasan. Bunu kim buyurur? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Cənnəti qazanasan və imanın həqiqi dadını, şirinliyini hiss edəsən. Peyğəmbərimiz buyurur, kim Allahı Rəbbi, İslamı dini və Məhəmmədi Peyğəmbər olaraq qəbul edib razı olarsa, o imanın dadını dadmışdır. La ilahe illallah. Kim Allah Rəbbim, İslam dinim, Muhammed Peyğəmbərim olaraq qəbul etdim desə, cənnət ona vacib olar. Yəni mən razıyam Rəbbimlə. Mən onun mülkündəyəm, istədiyi kimi davranır. Həqiqi müsəlman özünü Allahın iradəsinə təslim edən insandır. O Allahın hökmlərini qəbul edir. Onun qədərinə etiraz etməz və onun əmrlərinə razılıq göstərməz. Əksinə Allahı tanıyar, ona güvənər, onun barəsində ən gözəl zənn sahibi olar. O Allahın həyatını idarə etməsini və onun bütün işlərini yönləndirməsindən razı qalar. Mömin belə olar. La ilahe illallah. Əgər rahatlıq, sevinç və gözəl qəlb istəyirsənsə, bunun qapısı nədir? Allahın hökmünə razı olmaq. Baxın o Allahın hökmünə razı olmayanlar, kədər, sıxıntı içərisində razı olmadın, Allaha mı zərər verəcəksən sən? Nə edəcəksən? Öz qəlbini yoracaqsan, peşman olacaqsan. Razılıq Allahın yer üzündəki cənnətidir və qəbula aparan bir qapıdır. Lakin narazılıq, peşmançılıq, ağrı, sıxıntı, kədər və qəlbin narahatlığının qapısıdır. O həmçinin Allahın qəzəbinə səbəb olur. Buna görə də narazılığı tərk et ki, Allah sənin halını və vəziyyətini düzəltsin. Sən Allahdan razı deyilsənsə, qəzəbinə düşə olacaqsan. La ilahe illallah. La ilahe illallah. Baxın, deyək ki, böyük bir alimdən soruşurlar, bir kitab müəllifi. Həyatda yalnız çörək su ilə dolanan bir insan idi. Alim kitab yazır, çox imkan da yox idi. Ondan soruşsa, necə yaşayırsan? Dedi, mən Allahın verdiyi qədərdən razı olaraq yaşayıram. Sonra deyir, bu şeiri oxudu. Su, çörək və kölgə. Ən uca nemət budur. Əgər mənim azdır desəm, o zaman Rəbbin nemətinə nankörlük etmiş olaram. Subhanallah. Gör, bizim salih insanlarımız hər şeydən razı qalıblar. Düşünün. Baxın, Amerikalı məşhur bir yazar var, Dale Carnegie. O da gözəl bir kitab yazıb ki, yəni kədərlənmə, amma o dünyaya uyğun bir şey yazıb. Kədərlənmə, razı qalma. İslam dini hamısını açıqlayıb hədislərin ayələrlə. Deyək ki, 2-ci Dünya müharibəsində, baxın, ABŞ dəniz qüvvələri komandiri Yapon dənizində gəmi qəzasına uğramış və batmaq təhlükəsilə üzləşmişdi, deyir. Ölümə çox yaxın idi. Nəhayət onu xilas etdikdə ona sual verdilər. Yəni gəmi batı bir taxta parçası zal onunla qalıb günlər. Sual verdilər, bu hadisədə nə qazandın? O belə cavab verdi. Hələ bu Allah iman gətirməyib, gör. Mən anladım ki, özü deyir ha sonra. Mən anladım ki, kim Allahın hökmünə və qədərinə razı olar, isti çörək və soyuq su taparsa, deməli həyatı dərk etmişdir. Dənizin ortasına ac qalır, soyuq su da yoxdur, duzlu su. Necə içsin? Sonra onu xilas edənə deyir ki, mən Allahın deyir. Kim Allahın qədərinə, Allah hökmünə qədərinə razı olar, isti çörək və soyuq su taparsa, deməli həyatı deyir, dərk etmişdir, deyir. La ilahe illallah. Baxın, nə deyir İbn Məsud radiyallahu anh? Allah hər şeyi ən ədalətli şəkildə bölüb və insana rahatlığı və sevinci, yəqinlik və razılıqla, sıxıntı və kədəri isə şübhə və narazılıqda yerləşdirmişdir. Bitdi. Rahatlıq, sevinc nədədir? Allaha yəqinliklə iman gətirmək,
Razı qalmaq sıxıntı və kədər isə nədə yerləşdirib? Şübhə və narazılıqda deyir, nə edib? Allah Teala nədir? Yerləşdirmişdir, deyir, subhanallah. Ona görə hər zaman Rəbbindən razı qal. Çünki nə qədər biz bu dünyada yaşayacaq ki? La ilahe illallah. Hamımız bu dünyadan köçəcək. Çünki nəyə görə? Ölüm haqdır. Allah dərgahına düşün, hansı əməllə gedəcəksən? Yəni, hamımız dünyadan köçəcək. Ölüm haqdır. Yaxşı, bəs Allah dərgahına necə gedəcəksən? Subhanallah. Yəni, etirazla, narazıyla, yəni gedib nə inəyəcəksən sən? Allah dərgahına getdin. Yəni, getməklə güya sən nəsə zərər mi verəcəksən? Əksinə, öz nəfsinə zərər verəcəksən. Subhanallah. Ona görə də insan ən çox nədən düşünsün? Baxın, bir həqiqət vardır ki, heç kimsə onda ixtilaf etmir. Heç kimsə şəkk etmir. Heç bir ağıllı onu inkar etmir. Nə qədər alim də olsa, dərəcə yüksək də olsa, nə qədər malı mülkü çox da olsa, bu həqiqəti inkar etmir. Nədir o? Kullu nəfsin zəiqətil mevt. Hər bir nəfs ölümü dadacaq. Əl-İmran surəsi 185-ci ayə. La ilahe illallah. Ölüm həqiqəti. Allah Teala Adəmin canını aldı. Bununla dünya həyatını bitirdi. Bütün peyğəmbərlərin canını aldı. Və sonunda da Muhammed sallallahu aleyhi və səlləmin canını aldı və bununla da vəhyi bitirdi. La ilahe illallah. Biz bir şeyə yəqin inanırıq ki, ölüm önümüzdədir. La məfarr minhu. Ondan qaçış yoxdur. Amma biz elə yaşayırıq ki, sanki deyir ölməyəcək. La ilahe illallah. Unuduruq. Hansı ki, ölüm üçün onun vaxtı vədəsi yoxdur. Səndən soruşulmayacaq. Səndən icazə alınmayacaq. Sənə xəbər verilməyəcək ki, hazırlaş. Qul innəl mevtəl-ləzi təfirrun minhu fəinnəhu mulaqikum. Sizin qaçdığınız ölüm sizi yaxalayacaq. Nə deyir? Təfirrun. Nə deməkdir təfirrun? Yəni, uzaq gördüyünüz. Ölüm sizi yaxınlaşır, sənsə həyatda daha çox hərisliyə başlayırsan. Elə zannedirsən ki, ölüm səni yaxalamayacaq. La ilahe illallah. Ölüm bir xəyal deyil. Ölüm əfsanə deyil. Ölüm haqdır. Mütləq gələcək. Qaçış yoxdur ondan. Gün ərzində ətrafımızda nə qədər insanlar dünyasını dəyişir? Nə qədər bizdən əvvəl insan dünyasını dəyişdilər? Və hər gündə cənazələr qaldırılır, qəbirlər qazılır, cənazələr qəbrə qoyulur. İbrət alan varmı? La ilahe illallah. Elə yaşayırıq ki, sanki ömürlərimiz əlimizdədir. Hələ önümüzdəki 10 ili gələcək, 10 ili planlaşdırırıq. Amma bir şey unuduruq ki, bəlkə ölüm mələyi bu gecə gələcək. İndi gələcək. La ilahe illallah. Bəzən deyirik ki, təqaüdə çıxaram, filan şey alaram, filan ev tikərəm, filan planlar qururuq. Amma bir şey unuduruq. Hunaka beyten fil ardı la yubna. Yerdə bir evimiz var ki, tikilmir o. O qazılır. Və hər bir arzumuzdan, xəyalımızdan da bizə nədir? Yaxındır. Əynəmə təkunu yudrikkumul mevtu və ləv kuntum fi burucun müşəyyədə. Harada olursanız olun, ölüm sizi yaxalayacaq. Hətta sıldırım qayalar içində olsanız belə. Nisa surəsi 78-ci ayə. Heç kimsə onu geri çevirə bilməz. Heç bir qalalar ona mane ola bilməz. Heç bir ordu onu geri saxlaya bilməz. Bəzən süd əmər uşağa gələr. Bəzən bir insanın sarayında gələr. Bəzən bir alimin namazgahında gələr. Bəzən də cahil birisinin qəflət anında, Allahdan uzaq anında neyniyər? Ölüm gələr, yaxalayar. La ilahe illallah.
Eğer ölüm olmasaydı insan da həddini aşardı. Zalimlar zülmündən el çəkməzdi. Amma ölüm hər kəsin qapısını döyür. O təkəbbür olsun, özünü böyük görən olsun, hamısını yerə çırpır. La ilahe illallah. Düşünün nə qədər insan var, dünən gülürdü, bugün isə qəbirdədir. La ilahe illallah. Hanı deyir o mal mülk sahibləri? Hanı deyir vəzifə sahibləri? Hanı deyir o dünya padşahları? وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ. Ölüm anı, can çəkişmə anı gəldi deyir. ذَلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدٍ. Ondan heç zaman qaça bilməzdin deyir. Qaf surəsi 19-cu ayə. Kullu men aleyhə fən. Yer üzərində olan hər şey fanidir. Allahdan başqa. Rəhman surəsi 26-27-ci ayə. La ilahe illallah. Amma ibrət sahibi üçün ölümdə ibrət var. Qəbirlər insanı oyatmalıdır. La ilahe illallah. Hər an ölüm gələcək. Əsas düşünməliyik. Ölümdən sonraki həyat üçün nə hazırlamışıq? Hanı əməllərimiz? Hanı halımız? Hara qoyulacaq? Hansı əməllərimizə cavab verə biləcək? Hesabımız necə olacaq? La ilahe illallah. Ona görə ölüm bizə bir şey öyrədir. Təvazükar ol. Dünyaya aldanma. İnsan öz həqiqətini anlasın. Bil ki, öləcəksən. Nə istəyirsən ol. Öləcəksən. Axirət üçün hazırlaş. La ilahe illallah. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Əkthiru min zikr hədimil ləzzə. Bütün ləzzətləri yox edən ölümü də yada salın deyir. La ilahe illallah. Niyə? İnsanı bir oyadır. Günahdan oyadır. Ayıldır. La ilahe illallah. Subhanallah. Ona görə də hamımız bu dünyada nədir? Müsafiri. Və düşün ki, ondan sonrası isə axirət nədir? Əbədidir. Ya rahatlıq yeri, ya da ki, daha əbədi əzab, əbədi çətinlik, ya bir də nədir? Bu dünya nədir? Qayıtmaq yoxdur. Rabbirci'uni, ey Rəbbim, məni qaytar. Ləalli ə'məlu salihən fīmə tərəkt. Zay etdiyim, o boşa keçirdiyim günlər əvəzinə, yəni günahlarla keçirdim, tövbə edim. Kəllə, nə deyir altı? Heç zaman deyir. Bitdi. İnsana həyat nədir? Bir dəfə verilir. Allah sonumuzu gözəl eləsin, gözəl sonluqla Rəbbimiz bizlərə bu dünyadan köçməyi nəsib eyləsin. Həqiqətən də insan düşünməlidir ki, bu həyatın nədir? Sonu var.